Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 ilinə həsr olunmuş rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Həmkarlar İttifaqlarının üzvləri iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi və Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, əhalinin sosial rifahının yüksəldilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Layiqli əməyin təminatı sahəsində aparılan islahatları, uğurlu məşğulluq proqramlarını qeyd edən nazir, əmək və məşğulluq alt sisteminin üstünlüklərini, dövlət sosial xidmətlərinin elektronlaşdırılması sahəsində son illər əldə olunan uğurları diqqətə çatdırıb. 2023-cü ildən fəaliyyətə başlayan Əməyin Mühafizəsi Mərkəzinin Dost Müfəttiş layihəsini işə götürənlərə əmək qanunvericiliyinin tətbiqi sayəsində dəstəyini qeyd edən Anar Əliyev, iş yerlərində əməyin mühafizəsinin prioritet məsələlərdən olduğunu, bu istiqamətdə davamlı nəzarət, təlimlər və qabaqlayıcı tədbirlərin önəmini vurğulayıb. O, həmçinin bu konfransın əmək sferasında baş verən transformasiyaya cavab olaraq yeni təşəbbüslərin, innovativ yanaşmaların müəyyən edilməsində önəmini bildirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov konfransın mövzusunun aktuallığını vurğulayıb, rəqəmsallaşmanın və süni intellektin əmək bazarına təsirlərini qeyd edib. Bildirilib ki, texniki bacarıqlar və müasir əmək vərdişləri olmayan işçilər əmək bazarında müəyyən çətinliklərlə qarşılaşa bilərlər. Bu baxımdan işçilər yeni tələblərə və çağırışlara uyğunlaşmalı, bilik və bacarıqlarını artırmalıdırlar. Bu istiqamətdə Azərbaycanda sistemli və ardıcıl işlər görülür. Qeyd olunub ki, əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsi Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqamətlərindəndir. Vurğulanıb ki, ölkəmizdə qəbul edilən süni intellekt strategiyası inklüziv məşğulluğun inkişafına, yeni əmək vərdişlərinin formalaşmasına töhfə verəcəkdir. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqlarının gördüyü işlər və nəzərdə tutulan tədbirlər, həmçinin Konfederasiyanın yeni layihələri barədə məlumat verilib. Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında özəl sektorun inkişafı, sahibkar dövlət, sahibkar işçi münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərdən danışıb. Yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsində xüsusi yeri olan sahibkarlığın inkişafı sahəsində atılan addımları diqqətə çatdırıb. Məmməd Musayev sahibkarları təhlükəsiz və sağlam əmək məsələlərinə xüsusi həssaslıqla yanaşmağa, bu sahəyə ciddi investisiya və diqqət ayırmağa çağırıb. Beynəlxalq Əmək Təşkilatının baş direktoru cənab Jilber Hungbo, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luke Triangle, Türkiyənin Əmək və Sosial Müdafiəsi naziri Vedat İşıkhan, həmçinin Beynəlxalq Əmək Təşkilatının Əmək Administrasiyası, Əmək Müfəttişliyi və Əməyin Mühafizəsi bölmələrinin rəhbəri Joaquim Pintado Nunes konfransa video müraciət ünvanlayaraq təbrik və fikirlərini çatdırıblar. Sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova süni intellektin yeni imkanlar açdığını, həmçinin onun faydalarının maksimuma çatdırılması və mümkün zərərlərin minimuma endirilməsi üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, layiqli əmək səfiri Səbinə Əliyeva əmək bazarında insan amilinin önəmini qeyd edib. Elmi, texniki tərəqqinin imkanlarından söz açıb. Bildirilib ki, qlobal informasiya cəmiyyətinin formalaşması və dinamik inkişaf edən informasiya kommunikasiya texnologiyaları cəmiyyətdə yalnız texniki və sosial dəyişiklikləri şərtləndirmir, eləcə də hüquqi yanaşmanın da dəyişməsini tələb edir. İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə Milli Əlaqələndiricisi Yaşar Həmzəyev, Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 ili ilə bağlı təbriklərini çatdırıb, əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri barədə fikirlərini bölüşüblər. Konfransda iştirak edən Pan-Avropa Regional Şurasının prezidenti, Moldova Həmkarlar İttifaqları Federasiyasının sədri cənab Igor Zubku, Beynəlxalq Əmək Təşkilatının baş mütəxəssisi Qoça Aleksandriya və Pan-Avropa Regional Şurasının siyasi məsələlər üzrə məsləhətçisi Anna Salnikova beynəlxalq əmək standartları və tövsiyələrdən bəhs edib. Əmək hüquqları, əməyin mühafizəsi istiqamətində təmsil etdikləri təşkilatın gördüyü işlər barədə məlumat veriblər. Tədbirdə süni intellekt və rəqəmsallaşma dövründə əməyin mühafizəsi, Şərqdə və Azərbaycanda ilk kollektiv müqavilə 120 il, həmçinin AHİK-in layiqli əmək səfirləri və AHİK Plus layihələrindən bəhs edən videoçarxlar nümayiş olunub. Qəhrəman şəhid övladlarından ibarət Zəfər Sədası uşaq xoru, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin musiqi qrupunun ifası dinlənilib. Konfransda AHİK tərəfindən keçirilən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə və uğurlu kollektiv müqavilə müsabiqələrinin 2024-cü il üzrə qalibləri mükafatlandırılıb.
Konfrans əməyin mühafizəsi, reallıqlar və trendlər, süni intellekt, rəqəmsallaşma, risklər və imkanlar mövzusunda panel müzakirələri ilə davam edib. Я хочу похвалить за очень Konferansın yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirirəm. Eyni zamanda ilk kollektiv müqavilənin imzalanmasının 120 illiyi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar hadisə təkcə Azərbaycan Həmkarlar İttifaqları üçün deyil, bütün Qafqaz regionu üçün mühüm tarixi əhəmiyyətə malikdir. Konferans çərçivəsində aparılan müzakirələr və təqdimatlar gözləntilərimi tam şəkildə doğrultdu. Qeyd etmək istəyirəm ki, təqdim olunan mövzular yalnız şəxsi gözləntilərimlə deyil, həm də beynəlxalq standartlara, xüsusilə üçtərəfli sosial dialoq prinsiplərinə və beynəlxalq əmək təşkilatının əməyin mühafizəsi və təhlükəsizlik sahəsində müəyyən etdiyi norma və standartlara tam uyğundur. Ümid edirəm ki, bütün işə götürənlər və sosial tərəfdaşlar iş yerlərində təhlükəsizlik məsələlərinə dövlət başçılarını milli təhlükəsizlik məsələlərinə yanaşdığı səviyyədə ciddi və məsuliyyətli şəkildə yanaşacaqlar. Государственная безопасность. Tabii ki teknoloji gelişiyor. İş yerlerindeki etkinlikler, farklılıklar yavaş yavaş değişmeye başladı. Biz de Türk Metal olarak Türkiye'de bunun en büyük savunucusu olan sendikalardan bir tanesiyiz. Tüm iş yerlerinde daha iyi çalışma koşulları elde etmek için, daha sağlıklı koşullar elde etmek için teknolojiden faydalanmak gerekiyor. Sonda konferansın səmərəli təşkilinə verdikləri töhfəyə görə ahik könülləri təltif olunub.